Bibim oğlu İskəmbər atamın yanında dəfn olunub. Tez-tez məzarını ziyarət edirəm. O, mənim qardaşım idi. Qardaşım olmadığı üçün o bizdə, biz onlarda oluruq. Rəşad da mənimkidir. Allah onu da balalarına qovuştursun. Axşam.az xəbər verir ki, bu sözləri meyxanaşı Ələkbər Yasamallı Baku TV-yə müsahibəsində danışıb. O, həmkarı Rəşad Dağlının BBC oğlu İskəndəri qətlə yetirməsindən bəhs edib. Ələkbər bildirib ki, Rəşadı balalarına görə bağışlayıb. İkisinin arasında qalmışdım. İndi də elə qalmışam. İkisinin də fikrini çəkirəm. Balaları olmasaydı Rəşadı bağışlamazdım. Gözləyərdim çıxıb gəlsin. Rəşad sənətkar adamdı. Olmamalıydı. Balası olan bunu etməməli idi. Biri var qeyrət, namus üstündə olsun, onda heç kimə qulaq asmamalısan. Amma ikinci, İskəndərdən əvvəl 2 balam var. Onları düşünməliydin. Onlara həsrətə layiq deyil. İskəndərin videolarına, fotosuna baxa bilmirəm. Qeyd edək ki, Rəşad Dağlının hakimi Leyla Əskərova Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.